testin cümlələrini tələsmədən oxuyursan və bircə üstündə işləyirsən. Başa düşürsən? Bax, indi bir də izah edirəm. Diqqətiniz burada olsun. Tələsmədən, görsən mən necə izah elədim? Mən bu testi sizlə bir yerdə işləyirəm də. Baxmamışam hələ sizin bu testlərinizi. Təzə çıxıb bax kitabınız. Ona görə diqqətlə, ötürmədən. Bax, deyir, eyni dövrdə. Altına xətt çəkdim ki, bu söz mənə ipucudur, Aygül. Eyni dövrdə yerləşən. X12 atomunda olan elektron sayı. Yəni, X12-də neçə elektron var? Elə 12 dənə. Elektron sayı YA atomunun, bura yazıram, YA atomunun xarici elektron təbəqəsindəki P elektronlarının. Deməli, bunun qabağında nələrsə var. Çünki deyir, P elektronların olmağı üçün Aygül S2-si tamiz dolmalıdır ki, NP neçə? Aha. NP neçədən 4 dəfə çox olarsa. 12-ni böldüm 4-ə oldu 3. 4 dəfə çox demək 3 deməkdir də. Deməli, bu Y-in axırı NS2 NP3 imiş. Və bir də qayıdıram başa. Eyni dövr deyirdi. 12-ni açanda axırı oldu 3S2. Elə? Demək, bu da 3-cü dövr. Aha. Eyni dövr olduğuna görə Zəhra 3S2, 3P3 oldu bu da. Dövrlərini eyniləşdirdim. İndi deyir ki, bax bunları tapdıq. Qabaqlarla bir yerdə hesablayanda da bunun qabağı neçə olacaq? Yəni elektron sayı olacaq 15. Bura qədər aydındır. 15 dənə elektron var. 1s2, 2s2 toplayıram olur 15. İndi deyir ki, bunu tapdıq. Birincinin cavabı 15-dir. İkinci etapda deyir ki, X ilə Y-in əmələ gətirdiyi birləşmənin. Aha, bax bunu artıq hər uşaq başı götürmür ha. Diqqətli olun. Mən sizə rabitə dərsini keçəndə üstündə dəfələrlə dedim ki, 3s2-dirsə bu oktetə çatmaq üçün üstündəki 2 dənə yükün elektronunu verib qayıdacaq oktet halına da təsirsiz qaza oxşadacaq özünü. Olacaq müsbət 2. Y isə üstlərini cəmi eləyir Zəhra 5. Oktetə çatmaq üçün bu neçəsini almalıdır? 3-ünü almalıdır. Alanda da olur mənfi 3. Elə deyil Zəhra. Bunları sizə dərsdə demişəm dəfələrlə. Rabitə dərsin mövzulardır. Sonra çarpaz düşürürük. 3 bura, 2 bura. Birləşməni tapdıq. Birləşmə oldu. X3, Y2. Və bu birləşmədəki elektronların sayını istəyir. Sən də Zəhra bilirsən ki, X-də 12 dənə elektron var. Bayaq demişsən də, o özləri də veriblər. 12, ayağında da 3 var. Vururam 3-ə, üstə gəlirsin. Y-də 15 elektron var. 15-i də vururam 2-yə. Cəmi eləyir 66. Aydın oldu? Tamam, başa düşdüm. Aha. Nuray, biraz da başa düşdün Nuray. Sən bu hissələri bilmirsən. Bunlar qabağın dərsləri var. Mən onları uşaqlara məktəbdə deyirəm ki, testdə düşəcək. Yavaş-yavaş öyrənəcəksən sən də. Nəsə biraz başa düşdün? Bəli, müəllimə başa düşdüm, amma az. Hə, tamam. Çünki bu mövzunu hələ qabaqda testlərini işləyəcəyik. Mən uşaqlara əvvəlcədən öyrətmişəm ki, olimpiyadada lazım olacaq. Onda yavaş-yavaş sən də öyrənəcəksən dərs müddətində. Belə, sabah görüşürük qızlar. Yaxşı?